Ən tez sıradan çıxan əşyalar hansılardır? Ağ tişörtlər. Material nə qədər incə və yumşaq olsa, o qədər tez öz formasını itirir. Ağ tişörtlər qoltuqaltı bölgədə saralır. Tez-tez yuyulduqda korlanır, yaxası formasını itirir. Parçanın keyfiyyəti aşağı düşür. Bu normaldır. Ağ tişörtlərin həmişə qısa ömrü olur, hətta keyfiyyətli olsalar da. İncə trikotaj və sviterlər. Hər hansı yumşaq, tüklü trikotaj tez tiftiklənir, xüsusən qolaltı, yan tərəflər və çanta ilə təmas edən yerlərdə. Nubuq və zamş ayaqqabılar. Zamş yalnız diqqətlə qulluq edildikdə gözəl görünür. Yağış, çirk və təmizləyici vasitələr əks təsir edir. Ayaqqabı tez sıradan çıxır. Ləkələr, qatlanmalar, daban və burun hissəsi bozarır. Xüsusilə açıq rəngli zamşa zərər görür. Laklı ayaqqabılar və aksesuarlar. Laklı dəri asanlıqla cızılır, tez kiçik çatlar və qatlanmalar əmələ gəlir. Hər hansısa hissəsində yaranmış qatlanma ayaqqabını dərhal köhnə göstərir. Aşağı keyfiyyətli bijuteriya. Üzüklər və bilərziklər xüsusilə tez öz görünüşünü itirir. Rəngi dəyişir, ləkələr əmələ gəlir, qaralır. Su, krem, ətir və tərləmə bu prosesi çox sürətləndirir.